Azərbaycanda ictimai-siyasi sabitlik yarattı. Əmin-amanlıq yarattı. Bu bizim böyük nailiyyətimizdir. Dəfələrlə demişəm, həyatımın son dəqiqəsinə qədər mən bu xidmət edəcəyəm. Və heç bir şey məni qorxutmur, heç bir şey də məni çəkindirmir. Və mən bütün bu təxribatların, terrorların qabağında durmuşam və duracağam. Azərbaycanın müstəqilliyini qorumuşam, qoruyacağam. Əgər hansı bir namərd gülləsi, hansı bir terrorçu gülləsi məni həyatdan götürərsə, mənim özüm də, mənim evlatlarım da müstəqil Azərbaycanın yaşaması yolunda qurban olmağa hazırım. Bəziləri bizə inanmırdı, bəziləri ehtiyat edirdi, bəziləri təxribat edirdi. Ancaq biz bütün sınaqlardan çıxdıq, bütün çətinliklər aradan qaldırdıq, bütün bizə göstərilən müqavimətlərə sinə gərdik və verdiyimiz sözə əməl etdik. Əgər Heydər Əliyev xalqın tələbi ilə 93-cü ildə Azərbaycana gəlməsəydi, Azərbaycan dağılacaqdı və beləliklə bizim müstəqilliyimiz yenə də yarımçı qalacaqdı, necə ki 20-ci əsrin əvvəllərində. Heydər Əliyevin hakimiyyətə gəlməsi əlbəttə ki, tarixi hadisədir və bugün biz onun yolu ilə gedirik. Onun qoyduğu siyasət bugün yaşayır, zənginləşir.